Salam, sizinlə sünnət tortunun hazırlanmasını paylaşıram. 23-ün 29-a biskvit bişirdim. Üzərinin tacını hazırlayıram. Şəkər xəmirinə taliz qatdıqdan sonra bu şəkildə özüm qəlib kəsib üzərinə qoydum. Şəkər xəmirinin kağızı kəsdim. Butulkanın üstünü nişastaladım. Üzərinə qoydum ki, aroma butulkasının üstündə qurusun. Bir neçə saat quruduqdan sonra çıxartdım. Üzərinə belə bəzəklər qoydum tacım. Bu silikondan istifadə elədim. Alt bəzəyi üçün də bu başlıqlardan istifadə eləyərək şəkər xəmirləri kəsib göz muncuqları hazırladım. Tortun üzərinə yanları üçün. Bu arada tortumuz 3 kiloqram olmalı idi. Çəkimiz də 3 kiloqram 100 qram olmuşdu. Üzərinin yazılarını yazdım. Bu qəliblərdən bəzəklər çıxartdım üzərinin kənarları üçün. Bu şəkildə şəkər xəmirlərini kəsdim, kənarlarına yerləşdirdim. Alt hissələrini də eyni fiqurdan çıxartdığım bəzəklərlə bəzədim. Üzərinin yazılarını düzdüm. Birinci axırdan başlayıram ki, tortun tən ortasında olsun ad. Üzərinin tacını qoydum. Tacın üzərinə lələk yapışdırdım silikonla. Tacın içəri tərəfindən bir çöp yapışdırdım. Tac tortu çöktürməsin, ağırlıq eləməsin deyə. Son halı da belə alındı. Sizcə necə alınıb tortumuz? Hansı tortların bəzənməsini istəyirsiniz, onu da yazın. İnşallah gələn səfər onu hazırlayaram sizlər üçün.